Salam, hər vaxtınız xeyir olsun. Bu gün növbəti bir sertifikasiya sınağı ilə qarşınızdayıq. Gəlin baxaq birinci suala. Reaksiyalardan hansında halogen ionların oksidləşməsi baş verməz? Yəni, oksidləşmə dərəcəsi mənfidən müsbətə doğru və ya azdan çoxa doğru getməsin. Təkcə mənfidən müsbətə yox, azdan çoxa doğru getməsin. O zaman gəlin birinci reaksiyaya baxaq. Birinci reaksiya sadəcə H fluorun alınmasıdır və sadəcə mübadilə reaksiyasıdır. Mübadilə reaksiyasıdır və burada oksidləşmə dərəcəsi dəyişməyəcək. Çünki kalsium SO4 və H fluor alacağıq. Yəni fluor burada -1'dir, elə burada da -1 olacaq. İkincidə də H fluorun alınması reaksiyasıdır. Sadəcə mübadilə baş verəcək. Kalsium, natrium, daha doğrusu kaliumdan verib. Kalium 2 qoyacaq bircə. Kalium 2 SO4 üzərinə gəlsin H fluor. Yəni yenə oksidləşmə dərəcəsi dəyişmədi. Burada da -1 idi, burada da. Amma 3 və 4-də bu şəkildə biz deməli bromun və ya yodun hidrogeni birləşməsini ala bilmirdik. Çünki burada oksidləşmə reduksiya reaksiyası baş verirdi. Nə olurdu ki? Kalium 2 SO4'ü alırdıq, bəli. Sonra nə alırdıq? Brom tək alırdıq. Sonra SO2 alınırdı və su. Reaksiya bu şəkildə gedirdi. Brom -1 oksidləşmə dərəcəsinə 0'a düşüb. Yəni fikir verirsinizsə artıb dərəcə, yük artıb. Deməli bu oksidləşib. İndi dördüncü reaksiya baxaq. Yenə kalium 2 SO4, yod sərbəst ayrılır, H2S və su. Bəli, burada da yod -1'dən gəldi 0'a. Oksidləşmə baş verdi. İndi bizdən baş verməzi istəyir. Ona görə 1 ilə 2, yəni düzgün cavab A variantı olacaq. İkinci sual. Hər birində eyni kütlədə götürülmüş alüminium, dəmir və misdən ibarət qarışığa qələvi məhlulu ilə təsir etdikdə 13,44 litr qaz alınmışsa, bu qarışığın kütləsini hesablayın. Alüminium, dəmir, mis eyni kütlədədir. Amma biz qələvi ilə təsir etdikdə sadəcə alüminium reaksiyaya daxil olur. Və uzun reaksiyanı yazmaq lazım deyil. Çünki biz burada bir qayda demişik ki, alüminium ümumiyyətlə metalın 1 molu öz valentliyinin yarısı qədər hidrogen ayırır. Alüminiumun 1 molu öz valentliyinin yarısı qədər. Öz valentliyi 3 valentlidir deyə yarısı qədər. Yəni 1,5 mol hidrogen ayıracaq. Alüminium özü 27 qramdır. Amma şərt nə deyir? Deyir 13,44 litr qaz alınmışsa. Gəlin bu 13,44'ü mola çevirək. Buna görə biz bunu 22,4'ə bölsək. Çünki 22,4'ümüz 1 moldur. Tapırıq ki 13,44 də 0,6 moldur. Deməli 0,6 mol hidrogen ayrılıbsa görək alüminiumun kütləsi nə qədərdir? X. X-i tapırıq nə? 10,8. Amma cavabı gedib 10,8 vurmuruq. Çünki bizdən qarışığın kütləsini istəyir. Qarışıqda həm alüminium, həm dəmir, həm mis var və hər birinin kütləsi bir-birinə bərabərdir. O zaman dəmir və mis də 10,8 olduğuna görə biz bunu 3'ə vursaq, 3'ü bir yerdədir. Olacaq 32,4. Yəni düzgün cavab olacaq C variantı. Baxaq 3-cü suala. Üçüncü sualda reaksiya tənliklərinə əsasən 1 mol suyun buxarlanması üçün lazım olan enerjini hesablayın. Deməli, suyu buxarlandırmalıyıq. Deməli, su H2O mayedən H2O qaza keçməlidir. O zaman neyniyək? Bu birinci tənlik olduğu kimi qalsın. İkinci tənliyi belə əksinə yazaq da. Suyu qarşıya ataq, hidrogenlə oksigeni bərabərliyin sağ tərəfinə ataq. Bunu da gəlin yuxarıda eləyək. Yazaq 2H2O maye alınır. 2H2 və oksigen sanki parçalanır. Və biz bu zaman dəyişdiyimizə görə yeri bu müsbət 572 yox, -572 olacaq. Yəni bilirik də reaksiyanın bu tərəfi müsbətsə, bu tərəfi -572'dir. İndi bunu silək. Çünki dəyişib yuxarıda yazdıq. Tərəf-tərəfə toplayaq. Ki biz sonda bu bərabərliyi alaq. Maye qaza çevrilsin. Topladığımız zaman hidrogenlər ixtisar gedir, oksigenlər gedir. Qalır 2H2O maye çevrilir 2H2O qaza. İndi toplayırıq deyə -572 ilə 484'də toplayanda edir -88. İndi bu -88'dir, amma 2 mol suyun alınmasınadır. 1 mol suyun alınmasına nə qədər olar? 44. Yəni düzgün cavab B variantı. Dördüncü sual.
Mis xlor 2-nin hidrolizi üçün hansı ifadə düzgündür? Gəlin baxaq. Aralıq məhsul kimi turş duz əmələ gəlir. Birincisi, duz olan hissəyə baxırıq ki, turşumuz xlorid turşusudur. Xlorid turşusu həyatı boyu turş duz verə bilməz. Və biz belə bir qayda demişik ki, hidroliz nəyə görə gedirsə, ona əsasən duz əmələ gəlir. Yəni burada əsasa görə gedir hidroliz. O zaman əsasi duz əmələ gələcək. Bir səhvdir. Mühit deyir pH 7-dən kiçikdir. Bəli, mühitimiz turşdur. Turş mühit də pH-dan kiçik olur. Yəni 7-dən kiçik olur daha doğrusu. 2 doğrudur. H-xlorla hidrolizi sürətləndirir, səhvdir. Əksinə, H-xlor hidrolizi burada zəiflədir. Çünki biz ora xlor qüvvətlidir axı. Qüvvətli olandan əlavə edirik. Parçalanmanın qarşısını almış oluruq. Səhvdir. Su hidrolizi gücləndirir. Bəli, su hidrolizi gücləndirir. Çünki deməli elə bu hidrolizi aparan elə su özü deyilmi? Ona görə hidroliz güclənəcək. Düzgün cavabımız 2, 4 D variantı olacaq. 5-ci sual. 1 mol alkanın yanmasından m mol su əmələ gələrsə, alkanda ümumi orbitalların sayını tapın. Alkanımızın indi burada n mol su deyib, amma biz dəqiq bilirik ki, bizdə n plus 1 mol su alınır. Deməli, nəsə uyğunsuzluq var. Gəlin alkanın formulunu yazaq. Bu bilirsiniz hansı suallar oxşuyur? Topluda cədvəl sualı var. Baxın o formada. Mən demişəm ki, o sualları necə həll edə bilərik? Biz alkanı CnH2n plus 2 ilə tanıyırıq. Ola bilərdi ki, CXH2x plus 2 ilə tanıyardıq. Niyə də olmasın? Və yaxud hər hansı bir hərflə. Yəni, tutaq ki, indi biz bir formul verək. CXH2x plus 2. Niyə n-lə yazmıram? Buradakı n ona imkan vermir. Çünki 2 dənə n olanda ixtisar gedəcək. İndi deyir, m mol su alınıb. Şərt deyir, m mol su alınıb. Amma biz dəqiq bilirik ki, bizim alkanımızın, baxın, bu formula əsasən alkan yananda nə qədər su alınır? X plus 1 qədər. Oradan x-i tapsaq, x-imiz bərabər olacaq, n çıxılsın 1. Bunu tapdıq, dayandıq. İndi bizə nə deyir? Ümumi orbital sayını hesablayın. Gəlin bu formula. Tutaq ki, biz alkanı bu formulan öyrənmişik. O formula əsasən orbitallarını hesablasaq, hibrid orbital 4x eləyəcək, qeyri-hibrid orbital hidrogenin sayı qədər, yəni 2x plus 2 olacaq. Cəm olacaq neçə? 6x plus 2. Elə 6x üzərinə gəlsin 2. Gətirib orada x-in yerinə nəyi qoya bilərik? Çünki bizə cavablar n-lə ifadə edin deyir. N-i qoya bilərik. 6 vurulsun, n çıxılsın 1 üzərinə gəlsin 2. Oradan da 6n çıxılsın 6 üzərinə gəlinsin 2. 6n çıxılsın 4 verəcək. Yəni düzgün cavabımız olacaq C variantı. 6-cı sual. Tərkibində 6000 hidroksil qrupu olan nişasta makromolekulunun hidrolizindən neçə qlükoza molekulu alınır? Normalda nişasta, selluloza bunlar tərkibində neçə deməli OH qrupu olur. Gəlin yazsaq. C5, H deməli 7, O2 yazırıq. OH, OH, OH şəklində yazırıq. Daha doğrusu bura 6'dır. Nişasta da 6'dır çünki. İndi bizə deyir 6000 hidroksil qrupu varsa, normalda baxırıq ki 1, 2, 3 dənə hidroksil qrupu var. Bir makromolekulda 3 hidroksil qrupu var. Amma bizə deyir 6000 hidroksil qrupu olsun. Yəni biz bura neçəyə vurmuşuq? Bəli, 2000-ə vurmuşuq ki 1, 2, 3'ü 2000'ə vuranda 6000 eləsin. Ona görə düzgün cavabımız olur C variantı. 7-ci sual deməli 2 atomlu spirtin m qramının natrium ilə reaksiyasından normal şəraitdə 8,96 qram, daha doğrusu litr hidrogen qazı ayrılır. Spirtin molekul kütləsini hesablayın. 2 atomlu spirtin m qramından 8,96 ayrılır. Amma normalda, yəni normal şəkildə onun natriumla reaksiyasına biz demişik axı 1 molu 2 atomlu spirtdirsə öz atomunun yarısı qədər. Yəni 1 mol hidrogen ayırır. 22 onda 4-ə kütləsi neçə olar? X qram olar. Gəlin oradan tapaq x-i, x bərabər olur 2 tam onda 5 m. C variantı. 2 atomlu spirtin 1 molu 1 mol hidrogen, yəni 22 onda 4 litr hidrogen ayırır. Sonra keçdik 8-ci suala. 400 qram 50% məhlul almaq üçün deməli 20% məhlul və duzun hər birindən neçə qram götürmək lazımdır? 50% məhlul almaq üçün. Baxın, 50% məhlul almaq üçün biz bunu xaç üsulu ilə edə bilərik. 50-ni yazarıq ortaya.
50% məhlul alacağıq. 20% yazaq bura. İndi bu 20% məhluludur. Məhlul üçün yazırıq 20. Və duz götürmüşük. Baxın, duzun omegası neçə olur? Duzun omegası 100% olur. Bu belədir. Suyun omegası 0, duz ki 100. 100'ü də yazarıq bura. İndi xaç üsulu ilə böyüdən kiçiyi 50-dən 20 çıxarıq 30, 50-dən 100'ü çıxarıq 50. Yəni edəcək 3'də 5. Elə 3'də 5, bəli. Elə bil 400'ün 5 hissəsi 20% məhlula düşəcək. Yəni 5 hissəsi 20'dədir, 20% məhlulda. 3 hissəsi isə nədədir? Duzdadır. Qısacası belə deyək də 5'in 3'ə nisbətində bölünüb 400 qram. Yəni 5x üzərinə gəlinsin 3x nisbəti 400'dür. Yəni bu nisbətdə cəm 400'dür. 400'ə bərabərdir. 8x'i 400'ə bərabər edib x oradan neçə alarıq? 50. İndi 20%li məhlulun payında nə var idi? 5x. 100%li duzun payında nə var idi? 3x. X-i 50 tapdıq. Gətirək yerinə qoyaq. 5x-a vuranda, 5'ə 50'yə vuranda eləyəcək deməli 250. Deməli 250 qalıb nədə? 20%li məhlulda. 3x-in yerinə 50 qoyanda, 3'ə 50'yə vuranda 150. 150 də qalıb nəyə? Duzun payına. Olacaq D variantı. Yenə deyirəm 5 3'ə nisbətin. Elə bil 5'in 3'ə nisbətində tapırıq. 5'in 3'ə nisbətində bölünüb bu 400 qram. 5x plus 3x 400'ə, 8x də tapırıq neçə? 50. 5x'in payı 20%li məhluldadır. 3x payı isə nədədir? Duzdadır. 100%li duzda. Ona görə də düzgün cavabımız olacaq D variantı. 9-cu sual. Deməli, bir yağ molekulunda 57 karbon və 100 hidrogen atomu var. 57 karbon və 100 hidrogen atomu var. Yağın tərkibində turşu qalıqları doymamışdır və eyni sayda karbon atomu var. Bu yağın 1 molunu tam hidrogenləşdirmək üçün lazım olan hidrogen mol sayını tapın. Yağı necə yazırıq? CH2, CH, CH2. O, bir də O. Burada karbon, oksigen. Karbon, oksigen, karbon, oksigen. İndi burada R. İndi bu R'lər doymamış şəklində. Bizə deyir 57 karbon var. Biz baxırıq ki 1, 2, 3, 4, 5, 6 karbonumuz bu hissədədir. Baxın R'dən kənarda. 57'dən 6'nı çıxaq, edir 51. 51 R'lərin tərkibindədir və bizə deyir ki eyni saydadır. Karbonlar sayı eynidir. Deməli bu nədir? 57'ni də 3'ə böləndə neçə eləyəcək? C17. Deməli, burada 17 düşəcək, burada 17 düşəcək, burada 17 düşəcək. İndi yerdə qalıb hidrogenlər tamamlamaq. Deyir, 100 hidrogen atomu var. Biz baxırıq ki, 2, 2, 5. 5'i buradadır. 95'i də digərindədir. Yəni bu nədədir? Karbon turşuların içərisindədir. O yerdə qalan 95 hidrogen tutaq ki, burada H-X-dir, burada H-Y-dir, burada da H-Z-dir. X, Y, Z-in cəmini 95 verir. İndi biz baxırıq ki, tam doymuş hala keçməsi üçün yağın C17, H35 olmalıdır, düzdür? Hər üçü də C17, H35 olmalıdır. Yəni 35, bu da C17, H35, bu da C17, H35, bu da C17, H35. Yəni cəmdə neçə hidrogenimiz var? 35'i 3'ə vurun, 105. Amma bizim əlimizdə nə qədər var? 95. Çatmayan hidrogen sayı nə qədərdir? 10 qram. 10 qram hidrogenimiz çatmır. 10 qram hidrogen də mola çevirsək, baxın mola qramla getmirik, molla gedirik. Çünki bizə mol istəyir. 2'yə bölməli, yəni bizim 5 mol hidrogenimiz çatışmır. Düzgün cavabımız olacaq D variantı. Gəldik sonuncu suala. 2 metil propanol 1 üçün doğru olan ifadələri müəyyən edin. 1 molu yandıqda 67,2 litr karbon qazı ayrılır. 2 metil propanol necə yazılır? Propanol 1. OH-ı bura qoyuruq. 2'də də metil var. Gəlin baxaq. CH3, CH, CH3. CH2. 1, 2, 3, 4 karbonumuz var. Biz bunu yandırsaq 67,2 litr yox, 89,6 litr karbon qazı ayrılmalıdır. Oksidləşdikdə 2 metil propanola çevrilir. Propanol 2 metil propanola. Yəni aldehidə. Bəli, birli spirtdir. Birli spirtlər aldehidə çevriləcək. Düzdür. Deyir, ikili spirtdir, səhv deyir. OH-ın birləşdiyi karbon birbaşa neçə karbonla əlaqələnirsə,
o olacaq. Yəni biz baxırıq ki, birbaşa bir karbonla əlaqələnir, deməli birli spirtli, ikili deyil. Ona görə düzgün cavabımız olacaq yalnız 2. Deməli bir sınağın da sonuna gəldik. Müəllimlər, bu günlük bu qədər. Hələlik.